Salam dəyərli izləyicilər. 9-cu siniflər üçün növbəti buraxılış sınağımızın izahını verəcəm. Sınağımız ümumi sınaqdır. Bütün mövzuları əhatə eləyir. Məlum məsələdə zonalarda artıq müəyyənləşib. İlk imtahan 13 aprel tarixində olacaq. İmtahan verəcək şagirdlərin 1/3 hissəsi, təxminən 30 mindən artıq şagird, 40 minə yaxın şagird imtahan verəcək. Uşaqlar, bu tipdə sınaqlarımız həddindən artıq çox olacaq imtahana qədər, həm 13 aprel üçün, həm yəni birinci zona üçün, ikinci zona üçün və üçüncü zona üçün imtahanlar bitənə qədər ardıcıl şəkildə sınaqlarımız davam eləyəcək, canlı izahlarımız olacaq. Ona görə də kanala abunə olmağı unutmayın. Videoda hər hansısa bir sualda yanlışlıq olarsa rəy bölməsində qeyd eləməyi unutmayın. Və gördüyünüz sınağın PDF-i həm Telegram, həm də WhatsApp qruplarımızda qeyd olunub, əlavə olunub, paylaşılıb, qoşulub istifadə edə bilərsiniz. Yəni hal-hazırda bu yazacağınız sınaq Telegram kanalımızda çoxdandan paylaşılıb. Siz Mehman Mahmudov riyaziyyat axtarış eləyərək kanala qoşulub sınağı yazın. Ondan sonra gəlib izaha baxın ki, həm səhvlərinizi öyrənin, həm də bilmədiyiniz şeyləri, bilmədiyiniz hissələri də öyrənmiş olun. İndi başladıq birinci sualdan. Hissə hər birinin izahını verək. Əşob 48-dən 90-ı hesablayın deyir. Uşaqlar, təbii ki, sadə vurğularını ayıraraq həll eləyə bilərik. Hər ikisindən ortaq vurğu da çıxartmaq daha əlverişlidir. 16-nı çıxarsam vurğu kimi olacaq əşob 48-dən 16 çıxanda 3 qalır. 90-dan 16 çıxanda 5 qalır. Daha doğrusu 6 qalır. Yox. 90-dan 16 çıxarmaq olmur uşaqlar. Gəlin belə eləyək. Hər ikisindən 6-nı vuruq kimi çıxaraq qarşıya. Onda əşob 8 qalacaq. 48-dən də 15 qalacaq. Bərabərdir. 6 vurulsun. 8 və 15 qarşılıqlı sadə ədədlərdir. Bilirik ki, qarşılıqlı sadə ədədlərin əşobu onların hasilidir. Yəni 8 vuraram 15-ə olacaq əşob. Bu 120 eləyir. 120-ni də 6-ya vuranda olacaq 720. Yəni B variantı. Növbəti sual, ikinci tapşırıq. ABCD bərabəryanlı trapesiyasında B-yi hündürlükdür, BC isə 7-dir. A-yeni də verib 3. Əgər mən buradan bir hündürlüyü endirsəm, bərabəryanlı olduğuna görə burada olacaq 3 və burada oldu 7. Buna uyğun olaraq ABCD trapesiyasının orta xəttini bizdən soruşur. Uşaqlar, əsas məsələ paralellər arasında qalan məsafə eynidir. Bura 7-dirsə, buranın da 7 olduğunu bildik. Orta xətt nə idi? Oturacaqların cəminin yarısı. Bu oturacaq 7-dir. Üzərinə gəlirəm. Bu oturacaq isə 13-dür. Bölərəm 2-yə. 7-dən 13 gələndə 20 eləyir. 20-ni də 2-yə bölərəm. Eləyəcək 10. Cavab oldu 10, yəni D variantı. Növbəti sual. 3-cü tapşırıq. X çıxsın Y bərabərdir 4 olarsa, bu ifadəsinin qiymətini tap. Uşaqlar, bunun açılışını yazsam, x kvadrat. Təbii ki, köməkçi müxtəsər vurma düsturlarını bilən şagirdlər bunu asanlığından tapacaq. Amma biz bilmirik, fərz eləyək. Onda bunun açılışını yazaram. Olacaq x kvadrat üstəgəl 2xy üstəgəl y kvadrat. Çıx 4xy. Bərabərdir. Uşaqlar, 2xy müsbətdir, 4xy mənfidir. Çıxanda belə ifadə qalacaq da. X çıxılsın 2xy üstəgəl y kvadrat. Məlum məsələdir ki, bu ifadə x çıxılsın y-in kənardan kvadratdır. X çıxılsın y 4-dür. 4-ün kvadratı olacaq 16. Yəni D bəndi. Növbəti sual, 4-cü tapşırıq. İndi AB 1,6 olarsa, A kvadrat üstəgəl B, daha doğrusu A kvadrat B üstəgəl AB kvadrat 8 olarsa, A kub plus B kubun tapın. İndi uşaqlar, bu ifadədən AB-ni qarşıya çıxartsam, AB olacaq A üstəgəl B bərabərdir 8-ə. AB 1,6-dır. 1,6 vur A plus B bərabərdir 8. Buradan A plus B bərabər olacaq 8 bölünsün 1,6. 1,6 10-da 16-dır. Vuraram 16-da 10-a. Bundan bu ixtisar 2. Gedər 2, burada qaldı 5. Deməli A plus B oldu 5. A plus B 5-dir. Uşaqlar, bu hissəsini silirəm. Siz videonun yerindən geri çəkib baxa bilərsiniz. Yerimiz qalsın. Deməli A plus B 5-dir. AB-nin də qiymətini veriblər bizə. A vurulsun B-də bərabərdir 1,6-ya. İndi bu məlumatlardan istifadə edərək A kub, B kubunu təyin edə bilərik. Deməli, A kub plus B kubun açılışı belə olacaq. A plus B
A kvadrat çıxılsın AB üstə gəl B kvadrat. Bu da bərabərdir. Aslışını buradan yazaram. A plus B 5'ti. Yazaram 5 yerinə vurulsun. A kvadrat plus B kvadratı A çıxılsın. Daha doğrusu A üstə gəl B'nin kvadratı. Çıx 2AB. Çıx AB. Müxtəsər mod üstürü kimi əvəz edib yazdım. Bərabərdir. 5 vurulsun. Olacaq. Deməli A plus B'nin kənardan kvadratı çıxılsın 3 dənə AB. 5 vurulsun. A plus B 5'ti. Kvadratı olur 25. Çıxılsın. 3'ü 1 16'ya vuranda olacaq 4,8. O da bərabərdir. 5'i 25'e vuraram 175. 175'ten de 5'i 4,8'e vursam səhv eləmirəmsə 24 edir. 5'i 25'e vuranda 175 eləmir 125 edir. 125'ten 124 çıxaram. Qalacaq 101. Ümid edirəm hesab səhv eləmədim. Cavab 101 olur. Yəni Y bəndi. 4x çıx AY bərabərdir 13. Düz xəttinin bucaq əmsalı 3 dəyişik olarsa A-nı tapın. Uşaqlar bucaq əmsalı Y bərabərdir KX plus B şəklində olan ifadədə X-in əmsalıdır, yəni K-dır. Mən də əvvəlcə bunu KX plus B şəklində salaram. Onda buradan AY bərabər olacaq 4x çıx 13. Hər tərəfə A-ya bölərəm. Y bərabər olacaq 4 böl A x çıx 13 böl 4. Funksiya halına gətirdim. Burada x-in əmsalı 4 böl A-dır. Yəni bucaq əmsalı 4 böl A-dır. Bu da bərabərdir. Bucaq əmsalını sualın şərtində verib 3-də 2. Çarpaz vuraram. 2A bərabər olur 12-yə. A da bərabər olacaq 6-ya. Deməli A parametrinin qiyməti 6-dır. B bəndi. 6-cı sual. 4x kvadrat üstə gəl 3x çıx 10 tənliyinin böyük kökünü tap. 4x kvadrat, hətta birbaşa diskriminantla kökünü tapa bilərik. 9 çıx. Daha doğrusu üstə gəl, burada mənfi var deyə. 4 10-a vuraram 40, 4 misildə 160. Diskriminant oldu 169. X1 bərabərdir. Mənfi 3 çıx 13 böl 2 4 8. Bu eləyir mənfi 2. Digər kök isə belə olacaq. Mənfi 3 üstə gəl 13 böl 8. Bu da eləyəcək 10 böl 8, yəni 5 böl 4. 5'də 4. Bu da daha doğrusu 4'də 5. Uşaqlar bunu da adi qarışıq kəsrə çevirsən 1,4'də 1 və yaxud da 1,25. İndi hansı varsa baxacaq. 1,4'də 1 yoxsa 1,25. Uşaqlar hamısı qarışıq kəsrindəndir. 1,4'də 1 yəni A variantı. 7-ci tapşırıq. Maraqlı sualdır, fərqli sualdır biraz. Uşaqlar bunu həll etməkdən ötürü həqiqət ədədlər bölməsini, yəni modulu yaxşı bilmək lazımdır. Birincisi bilmək lazımdır ki, modul daxili ifadə müsbətdirsə, modul olduğu kimi açılır. Əgər yox, modul daxili ifadə mənfidirsə, modul əksi ilə açılır. Fikir verin, x çıxılsın y olduğu kimi açılıb. Deməli, uşaqlar, x çıxılsın y böyük bərabərdir 0-dan. Bu deməkdir ki, x böyük bərabərdir 0. İndi x-in böyük bərabər 0 yox, böyük bərabərdir y. Y-i sağa keçirdim. X böyük bərabərdir y-də. Bu məlumatı yadda saxlayırıq. Gəlirik birinci verilən bərabərliyə. Dediyimiz kimi moduldakı əgər x-imiz müsbət olsaydı, moduldan olduğu kimi çıxacaqdı. Bu da toplanacaqdı, olacaqdı 2x. Amma diqqət eləsəz 0 qalıb. Deməli moduldan əksi ilə çıxıb ki, bu mənfi x olub, bu da x olub, bərabər olub 0-a. Deməli uşaqlar x-in özü mənfidir. X mənfidir. X mənfidir və y x-dan kiçik. Deməli hər ikisi mənfidir. Y də mənfidir, x da mənfidir. Bunu bildik. Gələk baxaq variantlara. Hər ikisi mənfidirsə, 2 mənfi ədədin hasili müsbət eləyər, olmaz. Hasili müsbətcə ola bilər. Amma belə bir şərt də var ki, uşaqlar. Bu y 0, hər ikisi 0 da ola bilər. Hər ikisi 0 da ola bilər. Ona görə A ola bilməz. C-ni saxlayıram yadımda. Gəlirəm Y-yə. Uşaqlar, həmişə doğrudur deyirsə, normalda bu ifadə mənfiliyi şərti ödənir. Y mənfi olsa da kvadratı müsbətdir. Amma x mənfidir deyə hasil mənfi olur. Amma bunun 0-a bərabər olan şərti də olmalı. Çünki x 0 ola bilir axı. O hal burada nəzərə alınmayıb deyə Y hər zaman doğru deyir. Doğrudur, amma hər zaman yox. Gəldik B-yə.
X mənfi olsa da kvadratı müsbətdir. Müsbəti mənfiyə vuranda ifadə mənfi olmalıdır. Ona görə B yanlışdır. Y deyir müsbətdir. Xeyr, Y mənfidir. C-yə gəldi. X də mənfidir, Y də mənfidir. Hasili müsbət eləyir. Bu şərt ödənir. Və yaxud da biri sıfırdır. Hasili sıfır eləyir. Bu da doğrudur. Yəni cavab C variantıdır. 8-ci sual. Bərabərsizliyi həll edin. Sadə xətti bərabərsizlikdir. 9-u sağa keçirərəm. Qalacaq mənfi 2x kiçik bərabərdir 5 çıx 9. Mənfi 2x kiçik bərabərdir mənfi 4-ə. Uşaqlar, hər tərəfi mənfi 1-ə vuraram. 2x böyük bərabər olar 4-dən. Mənfiyə vuranda işarə dəyişir. X də böyük bərabərdir 2-dən. Yəni 2-dən müsbət sonsuzluğa C bəndi 2-də daxildir. Gəldik 9-cu tapşırığa. Tənliyin kökləri x1 və x2-dir. Bu ifadəni bu ifadə də 2-yə bərabərdir. A-nın qiymətini tapın. Bunu biraz sağ tərəfdən yazacağım uşaqlar. Birincisi, bunun hər tərəfin kvadratı yüksəldəndə qalacaq x1-in kvadratı üstə gəl x2-nin kvadratı. Hətta bu ifadənin özü x1 plus x2-nin kvadratıdır. Bölünsün x1 vur x2 bərabərdir 4-ə. Kvadrata yüksəlib kökdən azad eləmişik. İndi köklərin hasili hər zaman sərbəst həddir deyə məxrəcimiz olur 16 sürətdə. x1 plus x2-nin kvadratı isə x1 plus x2 isə a çıxılsın 3-dür. Olacaq a çıxılsın 3-ün kvadratı bərabərdir 4-ə. Çarpaz vuraram. A çıxılsın 3-ün kvadratı bərabərdir 64. Hər tərəfdən kök alanda burada modulda olacaq. A çıxılsın 3 bərabərdir 8-ə. Uşaqlar, burada 2 hal var da. A çıxılsın 3 bir dəfə 8 ola bilər. A olacaq 11. Bir də A çıxılsın 3 mənfi 8 ola bilər. A da bərabər olacaq mənfi 5-ə. Bir dəfə oldu mənfi 5. Bir dəfə oldu 11. A-nın ala biləcək qiymətlərin cəmi. 11-in üstünə də mənfi 5 gələndə uşaqlar təbii ki çıxılacaq, olacaq 6. A variantı. 10-cu sual. M-in hansı ən kiçik tam qiymətində kəsri düzgün kəsr olar? Uşaqlar, düzgün kəsr olması üçün hansı şərt ödənməlidir? Məxrəc, yəni 2m üstəgəl 9 böyük olmalıdır sürətdən. Onda 2m böyükdür 15-dən 9 çıxaram 6-dan. M də böyükdür 3-dən. 3-dən böyük olmağa məcburdur. Ən kiçik tam qiyməti də 4-dür. 3-dən böyük 4 var. 11. 2 zər eyni anda atıldıqda üst üzə düşən xalların cəminin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tap. Deməli uşaqlar, 11-ci sualda bilirik ki, zər atılanda bütün mümkün halların sayı 2 dənə zər atılanda 36-dır, 1 zər atılanda 6-dır. Yuxarıda əlverişli halların sayını tapmalıyıq. Artıq uşaqlar bir-bir baxmalıyıq. Yəni, xüsusi bir düsturumuz və yaxud da qaydamız yoxdur. 1-dən başlayaq. 1 ilə 1 olmaz, sadədir. 1 ilə 2 olmaz. 1 ilə 3 mürəkkəbdir. 1 3 olar. 1 4 olmaz. 1 5 olar. 1 5 halı. 1 6, 1 5 halı mürəkkəbdir. 1 6 da olmaz. Bəli, bitdi. 1-dən sadəcə ikisi gəldi. 1 3 4 eləyir cəmi mürəkkəbdir. 1 5 6 eləyir cəmi mürəkkəbdir. Keçdik 2 halına. 2 1 olmaz. 2 2 4 eləyir. Bu olar. Çünki cəm mürəkkəbdir. 2 3 olmaz. 2 4 olar. Cəm 6-dır mürəkkəbdir. 2 5 olmaz. 2 6 olar. 3 dənə buradan gəldi. 2 dənə birincidən, 3 dənə ikincidən. Keçdik. 3 1 olar. 3 2 olmaz. 3 3 olar. 3 4 olmaz. 3 5 olar. Bir də 3 6 olar. 4 dənə də buradan gəldi. Sonra keçdik 4-ə. 4 1 olmaz. 4 2 olar. Sonra 4 3 olmaz. 4 4 cəm 8-dir. Bu da mümkündür. 4 5 də olar. 4 6 da olar. Buradan da 4 dənə gəldi. Keçdik 5-ə baxırıq. 5 1 olar. 5 2 olmaz. 5 3 olar. 5 4 olar. 5 5 olar. 5 6 olmaz. Və nəhayət 6. 6 1 olmaz. 6 2 olar. 6 3 olar. 6 4 olar. 6 5 olmaz. 6 6 olar. Və salam sayaq. 2 burada, 3 burada, 7 dənə. Daha doğrusu 2 3 5 dənə, 7 necə oldu? 2 3 5 4 dənə burada.
4 dənə də 4-ümüz var. 16 plus 5 nə oldu? 21. 21 mümkün halımız var. 36 haldan 21-i mürəkkəb ədəddir. 3-ə ixtisar eləyərəm 12-də 7. Deməli ehtimalımız olacaq 12-də 7, yəni Y bəndi. Diqqətli olmaq lazımdır uşaqlar bu tip suallarda, sahib tapmaq lazımdır. Gəldi 12-yə. AB və CD paraleldir. X-i soruşur bizdən. Uşaqlar, uyğun bucaqlar olduğuna görə, daha doğrusu, iki paralel düz xəttin 3-cü düz xətlə kəsişməsi olduğuna görə, bax, bura 3x plus 40 olduğuna görə, bura da olacaq 3x plus 40. Uyğun bucaqlardır. 3x plus 40 və x-in cəmi qonşu bucaqlar olduğuna görə 180-dir. Bu da olacaq 4x bərabərdir 140, x bərabərdir 35. Bizdən də x-i soruşurdu, oldu 35, yəni Y bəndi. 13-cü sual. Düzbucaqlı paralelipipedin xətti ölçüləri A, B, C-dir. A kub, B kub, C kub 64.000 olarsa, paralelipipedin həcmi tapın. Paralelipipedin həcmi məlum məsələdir ki, A vur, B vur, C-dir. Bizə də hər şeyi verib əslində, sadəcə diqqətlə həll eləməliyik. A kub, B kub, C kub mən belə yazaram. A, B, C-nin kənardan kubu bərabərdir. 64-ü də belə yazaram. 64 deməli 80-in kubu. 80-in kubu ilə uşaqlar. 80-in kubu 64.000 eləyir. 80 yox, daha doğrusu uşaqlar üzr istəyirəm, 40-ın kubu. Bəli, 40-ın kubu. İndi kubla da bunu apararam. Onda A, B, C bərabərdir 40-a. A, B, C də həcm olduğuna görə elə cavab da oldu 40 B bəndi. 14-cü sual. Kök altında 3-ün üzərində bilirik ki, bu qüvvətlər bir-birinə vurulmalıdır. Kök 2-ni kök 2-yə vuran da eləyir 2. Kök 3-ün kvadratı da 2 ilə kök gedir, qalır 3. Cavab oldu 3, C bəndi. 15-ci sual. ABC bərabər yanlı 3 bucağında AC bərabərdir BC-yə. AC, yəni bu tərəf bərabərdir BC-yə. BD də paraleldir AC-yə. CBD də 50 dərəcədir. BD AC-yə paraleldir. Uşaqlar, baxın, bu tərəf bu tərəfə paraleldir deyə. Bu bucaqla bu bucaq çarpaz bucaqdır. Bura olur, onda 50. Bərabər yanlı da oturacaq bu tərəfdir. 180-dən 50 çıxaram, 132-yə bölərəm. Bura olacaq 65, burada olacaq 65. Bizdən də BAC-ni soruşurdu, yəni 65 dərəcəni. Cavab oldu C bəndi. 16. Verilmiş çevrədə AB və CD vətərləri qarşılıqlı perpendikulyardır. Tamam. C-yə 9-dur. YD 8-dir. A-yə bölünsün YB 2-1 nisbətindədir. 2K bura olar, K bura olar. Bilirik ki, çevrə daxilində vətərlər kəsişəndə onların qarşı-qarşıya hasili bərabərdir. 2K-nı vuraram K-ya, bərabər eləyərəm 9 vur 8-ə. 2K kvadrat bərabərdir 72. K kvadrat bərabərdir 36. K da bərabərdir plus minus 6. Təbii ki, müsbət 6 götürəcək, uzunluqdan danışırıq. BD-ni soruşur bizdən. BD-də buradır. İndi uşaqlar, K 6 olduğuna görə bura oldu 6. Bu da 90 dərəcədə. Bizdən bunu soruşur. 6, 8 Pifaqor teoreminə görə burada olur 10. Deməli, BD-nin uzunluğu oldu 10. Cavabımız da oldu. 17. 0,2 dövrdə 3 kəsirini adi kəsirə çevirin. Tələb olunur bizdən. Uşaqlar, mötərizənin içindəki qədər 9 məxrəcə, çölündəki qədər 0 məxrəcə 90. Sürətdə bütövdən, yəni 23-dən çıxırsan 2-ni. Bu da olacaq 21 böl 90. Və 3 ixtisar eləsəm 30-da 7. Məsələn, adi kəsir oldu 30-da 7. 18. İki oxşar üçbucağın sahəsi uyğun olaraq 48 böl 108-dir. Birinci üçbucağın tərəfi 12-dirsə, ikinci üçbucağın tərəfini tapın. Burada bir x deyərəm və kvadrata yüksəldərəm. Uşaqlar, oxşarlıqda tərəflərin kvadratları nisbəti sahələrin nisbətinə bərabərdir. Əvvəlcə bunu 2-yə ixtisar eləsək, 4-ə ixtisar eləsək, bəli, 4-ə ixtisar geçsək, burada qalacaq 16, daha doğrusu 12. Hətta uşaqlar, birbaşa 12-yə ixtisar apara bilərik. 12-yə geçsək, burada 4 qalacaq, burada 9 qalacaq. Və diqqətlə baxsaq,
Bunu biraz buraya yerləşdirək. 12 bölünsün x-in kənardan kvadratı bərabərdir 9-da 4-ə. İxtisar getdi, 9-da 4 qaldı. 9-da 4 də 3-də 2-nin kvadratı da uşaqlar. Hər tərəfdən kök alsam 12 bölü x bərabərdir 3-də 2-yə. Çarpaz vuraram, 2x bərabərdir 36, x də bərabər olur 18-ə. Deməli, ikinci üçbucağın tərəfi 18-dir. 19-a baxaq. Nöqtələr koordinat başlanğıcı nəzərən simmetrik olarsa, A plus B-nin cəmini tapın. Uşaqlar bilirik ki, koordinat başlanğıcı nəzərən simmetrik nöqtə, məsələn, x, y keçirdi olurdu mənfi x, mənfi y-ə. Hər ikisi işarəsini dəyişirdi. Yəni, mənfi 7-dirsə, burada deməli müsbət 7 olub. İşarə dəyişib, gəlib olub 7. B olacaq 7. İndi burada 3 imişsə, gəlib olub mənfi 3. Deməli, işarəsi dəyişib 3 olubmuş. Deməli, A da mənfi 3 imiş. Bizdən cəmi soruşur 7, üzərinə gəl, mənfi 3. Bu da eləyəcək 4. Məsələn. Gəldi 20-yə. A bölünsün 12, hissəsi 30. A bölünsün 12, hissəsi 30 olan ədəd 72 olarsa, bir dəqiqə, A ədədinin 60%-ni tapın. Yəni 12-də A hissəsi 30 olan ədəd 72 olarsa, belə eləyəcək uşaqlar, 72-də 30 bərabər eləyəcək 12-də A-ya. Bununla bu ixtisar gedir, 6 qalır, burada 1 qalır. Çarpaz vuraram, 6A bərabərdir 30A, A da bərabərdir 5-ə. A oldu 5. İndi bizə deyir ki, 5 ədədinin 60%-ni tapın. 5-i vuraram 60-a, bölərəm 100-ə. Bu da edir 3. Cavabımız oldu 3. 6 bucaqlı prizmanın tillərinin sayını tapın. Uşaqlar, prizma belədir, baxın. Bizə dəqiqə sərgəli çəkim. Uşaqlar, indi əslində bu qayda kimi yadda saxlamaq mümkündür. Təpə nöqtələrin sayının 3 mislidir. Amma indi bir şey deyəcəm, daha gözəl yadınızda qalacaq. Baxın uşaqlar, bu prizma belə özüm biraz yanaş çəkdim ki, rahat görə bilin deyə. 6 bucaqlı prizma budur. Fikir versəz, diqqətlə görəcəksiniz. Bax, 6 bucaqlı prizma budur. Uşaqlar, bunun tillərin sayını necə yadınızda saxlayın? 6 dənə til bax burada var, oturacağında və 6 dənə də burada var. Nə qədər olur? 12 dənə. 6 dənəsi də bunları birləşdirir, bu təpə nöqtələrini birləşdirir. Oldu 18 dənə. Deməli, 18 tili var. Bu bütün prizmalar üçün belədir. Məsələn, tərəfi 5-dirsə, 3 misli 15 tili var. Tərəfi 10-dırsa, 3 misli 30 tili var. Məsələn, tərəfi 20-dirsə, 3 misli 60 tili var. İndi bunun da tərəfi 6-dır, 3 misli 18 tili olacaq. Məsələn. 22. Usta 90 cm uzunluğunda taxtanı 2 yerdən kəsərək, tutaq ki, bax, bu olsun bizim taxtamız. 2 yerdən kəsərək 2-3-5 nisbətində böldü. Tutaq ki, belə oldu. 3 yerə böldü. 2-3 nisbətində 2K, 3K və 5K. İndi toplayaram hamısını 10K eləyir. Bərabər eləyirəm 90-a. K bərabərdir 9. K 9-sa 2-ni 9-a vuraram 18. 3-ü 9-a vuraram 27. 5-i 9-a vuraram 45. Sonra hər bir taxtanı ardıcıl olaraq bərabər hissələrə bölməyə başladı. Usta hər kəsimə 8 saniyə vaxt ayırarsa, usta bu işi ən az neçə saniyə bitirə bilər. Deməli uşaqlar, biz demişdik ki, dərs izahımızda dəfələrlə demişik, balaca hissələrə bölürəmsə əbobdur, balaca hissələrdən böyük bir şey yaradıramsa həşobdur. Deməli, mən bunun əbobunu tapmalıyam. Əbob 18, 27 və 45. 45 bərabərdir. 18, 27, 45-in əbobu nə eləyəcək? Hər üçünün də bölündədir. Səhv eləmirəmsə 3-dür. Düzdür? Başqa bir ədəd yoxdur. 3-ə bölsəm 6, 9, 5. Daha doğrusu 9-dur. 9-dur, bəli. 3 deyil, 9-dur. 2 qalacaq. 3 qalacaq və 5 qalacaq. Bəli, 9-dur. Əbəb oldu 9. İndi bizə deyir axı bərabər parçalara bölünsün. Deməli, mən 18 olan parçanı 2 yerə bölməliyəm. 1 kəsim. Qırmızı xəttlər kəsimləri bildirəcək. 9, 9. Bu 27-ni 3 yerə bölməliyəm. 1, 2. 2 kəsim bura. 45-i isə
5 yerə bölməliyəm. 5 dənə 9 yerə bölməliyəm də. Yəni 9-a bölürəm 5 qalır. Ondan ötürü də 4 kəsim eləməliyəm. 1, 2, 3 və 4. 1, 2, 3, 4, 5. 5 kəsim oldu. Deməli, 5 hissə oldu 4 kəsimdən. 1 kəsim, 2 kəsim oldu 3 kəsim. 4 kəsim də burada oldu 7 dənə kəsim. Deməli, 7 dəfə kəsməliyəm ki, bərabər parçalara bölüm və hər saniyədə, hər kəsmədə 8 saniyə gedir deyə 7, 8-im 56. Toplam 56 saniyəmiz gedəcək. Gəldi 23-ə. Təlimlər sistemindən x kvadrat üstəgəl y kvadrat cəmini bizdən soruşur. Uşaqlar, belə bir əvəzləmə eləyərəm. Yuxarıda x kvadrat çıx 2xy üstəgəl y kvadrat mənfi 3xy sağa keçirərəm. Olacaq 3xy çıx 41. Bu ifadə x çıxılsın y-in kvadratıdır. Bərabərdir 3xy çıx 41. Bunun da qiyməti 2-dir. Kvadrat olacaq 4 bərabərdir. 3xy çıx 41. Buradan 3xy bərabər olur 45-ə. Xy də bərabərdir 15-ə. Xy 15-dirsə, artıq burada yerinə yazaraq x kvadrat plus y kvadratı tapa bilərəm. Olacaq x kvadrat üstəgəl y kvadrat. Xy 15-dirsə 5-ə vuraram, olacaq çıx 75. Bərabərdir mənfi 41. Buradan da x kvadrat plus y kvadrat bərabərdir. 75 sağa keçəndə müsbət olur. 75 çıx 41 bərabərdir 34. Deməli, cavabımız oldu 34. Bitdi. 22. 24 daha doğrusu. Y bərabərdir 3a çıx 11x üstəgəl b çıxılsın 3. Xətti funksiyasının qrafiki x oxunun müsbət istiqaməti ilə 45 dərəcəli bucağı əmələ gətirir. Verilmiş funksiyanın qrafiki yalnız birinci və üçüncü rüblərdən keçərsə a plus b-ni tap. Uşaqlar, əvvəlcə birinci və üçüncü rüblərdən keçir o deməkdir ki, bu koordinat başlanğıcından keçir. Məcburdur buradan keçsin. Deməli, bunun sərbəst həddi 0-dır. Yəni, y bərabərdir. Ax plus m funksiyasında belə baxsaq, m 0 olmalıdır. A da, bunda a deməyək, k deyək. K da 45 dərəcədə. Uşaqlar, tangens k bilirik ki, bərabərdir. Tangens 45 dərəcəyə. Bunda qiymətlərini bilmək lazımdır. 1-dir. Deməli, bucağımız əmsalı, bucaq əmsalı 1-dir. Burada indi m-in yerində b çıx 3-dür. Yəni, b çıxılsın 3 bərabərdir 0-a. B bərabərdir 3-ə. Bu 1. X-in əmsalı da 3a çıx 11 bərabərdir k-yə, yəni 1-ə. Buradan 3a bərabərdir 12-yə. A da bərabərdir 4-ə. A oldu 4, B oldu 3. Bizdən də bunların cəmini soruşur. Oldu 7. 25 gəldi 25. A və B çoxluqları üçün NA 6-dır, NB 7-dir. Baxaq bir dənə. Bu A çoxluğu, bu B çoxluğu. B-dən A-nı çıxanda 2, 3, 5 qalıb. Yəni 3 dənəsi buradadır. NB toplam 7-dir axı, deməli 4-ü buradadır. NA da 6-dırsa, deməli ikisi buradadır. Bax, bu 2, 3, 5-i bizə uşaqlar sayı üçün verib. 2, 3, 5-in özünün bir önəmi yoxdur. Sayını bilməyim üçün verib. Yəni, B çıxılsın bu hissədir. 2, 3, 5 deyəni 3 dənədir. B-nin özü toplam 7 olduğuna görə, deməli 4 dənəsi kəsişməsindədir. A 6 dənədir, 4-ü kəsişməsindədir. D ikisi qalıb bura. Birləşmədə də hər birini ayrı-ayrı toplayıram. 2 üstəgəl 4, üstəgəl 3. Bu da eləyir 6, 9. Düz hesabladıq, bəli, 9. Məsələn, uşaqlar, bütün sualların izahını verdik. Bu tipdə çoxlu sınavların gəlməsini istəyirsinizsə, kanala abunə olub və yazmağı unutmayın. Sağ olun, hər birinizə uğurlar.